Salamlayıram hər birinizi. Bu günləri bir iş gününü sizə göstərmək istəyirəm. Çox maraqlı bir işdir. Ən xoşuma gələn arada belə şeylər olur. Deməli, ev yiyəsi mənə evin açarını verib, etibar edib sağ olsun. Və mənim işim nədən ibarətdir? Mənim işim ondan ibarətdir ki, bu gördüyünüz evdə əlbəttə ev yiyəsi mənimlə gəldi, baxdı və bu evdə nə varsa, təbii ki, mətbəx mebeli qalmaq şərti ilə hamısı tullanmalıdır, hamısı. Gördüyünüz stol, yeni kirayəşin gələcək ona görə. Və bu əşyaların içində dəyərli əşyalar da var. Dedi, ürəyin nə istəyir götürə bilərsən, onu tullayacağam. Burada belə bir şey var. İşləyir təbii ki, onu götürərəm. Düz götürürəm, heç çox vaxt özümlə tullayıram, çünki yer olmur qoymağa. Burada belə bir modem var. Yəni baxmışıq, kstati nə varsa tullanacaq. Burada mebel var. Bunlar da hamısı tullanmalıdır. Heç bilmirəm nəyə görə, deyirəm o tulla getsin. Televizorda həmçinin, mənim bunlardan başım çıxmır, bu insanlardan niyə belədilər? Yəni televizor işləyir, deyir tulla getsin. Yəni televizor işləyir televizorda. Televizor işləyir televizorda. Ha, yandı, işləyir televizor. Neysə. Qoymağa yeri yox deyən ki, mən tullayacağım televizoru. Amma bu heç də, bu dəyərlidir, bunu tullamaq olmaz. Bunu götürəcəm. Bunu götürəcəm. Belə bir sadə iş, burada da həmçinin belə dəyərli nə varsa götürmək olar. Mən bunları yığacağım, maşın gələcək, yüklənəcək. İşim bundan ibarət. Arada belə işlər olur, maraqlı elə istəyir.